Salam əziz abituriyentlər. Bugün sizə imtahana düşə biləcək vacib bir mövzulardan olan kimyəvi tarazlıqdan danışacağam və bu mövzuya aid nümunələrə baxacağıq. Bu suallarımız baxaq. İki dənə demək maddəmizi verib, azot, hidrogen və ammonyak. Tarazlıq qatlıqlarını verib və başlanğıc qatlıqlarını X və Y istəyir bizdən. Reaksiya tənliyi verilib bizə. Azot plus hidrogen alınır ammonyak. Kimyəvi tarazlığa aid məsələləri həll eləməklə götürür. Mütləq dərəcədə burada deyəcəyim düsturu əzbər bilmək lazımdır. Hər bir maddənin, yəni reaksiya daxil olan maddələrin başlanğıc qatlıqları olur və müəyyən qədər reaksiya sərf olunur. Reaksiya sərf olunan qatlığı da yazırıq RSG və tarazlıq qatlığı olur. Tarazlıq qatlığı. Tarazlıq qatlığı nə idi uşaqlar? Tarazlıq qatlığı maddənin reaksiyaya daxil olmayan hissəsidir. Maddənin bir başlanğıc qatlığı var. O başlanğıc qatlıqda müəyyən qədər reaksiya sərf olundu. Yerdə qalan isə reaksiya daxil olmadı. Məhz o reaksiya daxil olmayan hissəsinə maddənin tarazlıq qatlığı deyilir. Bizə verilib tarazlıq qatlığımız 0,8 mol bölünsün litr, 0,4 mol bölünsün litr, azotunki 0,8, hidrogeninki 0,4 və ammonyakın tarazlıq qatlığında verib 0,4. Başlanğıc qatlıqları istəyir. Azotun başlanğıc qatlığı X, hidrogenin başlanğıc qatlığı Y və başlanğıc qatlıq, siz bilirsiniz ki, reaksiya tənliyinin sol tərəfində verilən maddələr başlanğıc maddələrdir, alınan maddə məhsuldur. Məhsulun başlanğıc qatlığı əlbəttə ki, sıfıra bərabər olur. Məhsulun başlanğıc qatlığı olmur. Zaman keçdikcə məhsul alınır. Mən bayaq dedim ki, tarazlıq qatlığı maddənin reaksiyaya daxil olmayan hissəsidir. Məsəl üçün, başlanğıc maddənin tarazlıq qatlığı 0,8, 0,4. Bu mənanı ifadə edir ki, 0,8 mol bölünsün litr azot reaksiyaya daxil olmayıb. 0,4 mol bölünsün litr hidrogen reaksiya daxil olmayıb. Bəs onda belə bir sual verə bilərsiniz ki, ammonyakın da 0,4 mol bölü litr reaksiya daxil olmayıb. Yox. Tarazlıq qatlığı reaksiya baş verib. Artıq tarazlıq yaranıb. O an sırf əlimdə qalandır. Ona görə də başlanğıc maddədən əlimdə qalan 0,8 azot olur, 0,4 hidrogen olursa, ammonyakdan isə alınan 0,4 olur. Biz məhsula deməyəcəyik ki, məhsuldan bu qədər reaksiya daxil olmayıb, bu tarazlıq qatılığıdır. Elə şey olmur. Yəni, məhsuldan alınan, əlimdə olan nədir? Bütün maddələrdən əlimizdə qalan nədir? Azotdan 0,8, hidrogendən 0,4, yəni reaksiya daxil olmayıb. Amma ammonyakdan 0,4 reaksiya daxil olmayıb deyə bilmərik, reaksiyadan alınıb deməliyik. Əgər reaksiya nəticəsində 0,4 mol bölünsün litr ammonyak alınıbsa, biz burada müəyyən edə bilərik ki, azotdan hidrogendən reaksiya nə qədər sərf olunur. Baxın, bəzən uşaqlar götürür bu 0,4-ü yazır NH3-ü. Buradan reaksiya sərf olunan qatılıqdan. Ammonyak reaksiya sərf olunmur, ammonyak alınan məhsuldur. İndi gəlin baxaq, 1 mol azot reaksiya daxil olduğu zaman 2 mol ammonyak alınır. 1 mol azot reaksiya daxil olursa 2 mol ammonyak alınır. Əgər tarazlıq qatılığında 0,4 mol bölünsün litr ammonyak alınıbsa, bu mol bölünsün litrdir daha doğrusu qatılıqdır. Eləcə də mol da o cür olur. Əgər reaksiya nəticəsində 0,4 molya ammonyak alınıbsa, bəs reaksiya neçə molyar, yəni neçə mol bölünsün litr azot reaksiya daxil olub, 10 tapaq. X-imiz buradan eləyir 0,2. Demək onda reaksiya sərf olunan qatılıq nə qədərdir? 0,2 azotdan. Bəs azotdan 0,2 mol bölünsün litr sərf olunubsa, hidrogendən neçə mol bölünsün litr sərf olunur? Görürük ki, reaksiya tənliyində 1 mol azot reaksiya daxil olanda 3 mol hidrogen reaksiyaya daxil olur. 1 mol azota 3 mol hidrogen reaksiyaya girir. Bəs 0,2 mol bölünsün litr azot reaksiya daxil olubsa, bəs onda nə qədər hidrogen reaksiya daxil olub? X-imiz də nə qədər eləyir? 0,6. Bayaq dedik ki, hər bir maddənin başlanğıc qatlığı olur. O müəyyən qədər sərf olunur, müəyyən qədər isə, yəni reaksiya daxil olub, müəyyən qədər isə qalır. Buradan belə bir nəticə çıxardıq ki, başlanğıc qatlığımız nəyə bərabərdir? Reaksiya sərf olunan qatlıq, üstə gəlinsin tarazlıq qatlığı. Əgər azotdan 0,2 mol bölünsün litr reaksiya sərf olunubsa və 0,8 mol bölünsün litr tarazlıq qatlığı qalıbsa, yəni tarazlıq qatlığı nə deməkdir? Reaksiya
sərf olunmuyubsa, başlanğıc qatlığımız necədir? 0,2 ilə 0,8-i toplayacağıq. Bu da eləyir 1. Demək onda x-imiz neçəymiş? 1 imiş. Yəni azotun başlanğıc qatlığı 1 mol bölünsün litrdə. Bəs hidrogen neçə eləyəcək? 0,6 reaksiya sərf olunub, 0,4 isə tarazlıq qatlığıdır. Onda hidrogenin başlanğıc qatlığı nə qədər olacaq? 0,6 ilə 0,4 toplayırıq, eləyir 1. İndi digər sualımıza keçək. Bu sualımız nisbətən biraz daha çətindir. Qapalı qabda 0,6 mol CO və 0,4 mol oksigen qarışdırıldıqda reaksiya baş verir. Reaksiyanın onsuz burada verirlər. Tarazlıq anında başlanğıc maddələrin molekullarının saylarının cəmi məhsulun molekulları sayına bərabər olur. Və reaksiyanın tarazlıq sabitini verib 8-ə bərabərdir. Reaksiyanın getdiyi qabın həcmini hesablayın. Reaksiya tənliyini yazıram. 2 mol CO üstə gəlsin O2 alınır 2 mol karbon qazı. Biz bilirik ki, yenə eyni qaydada başlanğıc qatlıq, reaksiya sərf olunan qatlıq, tarazlıq qatlıq. Ən birinci yuxarıdan başlanğıc qatlıq yazıram, sonra reaksiya sərf olunan qatlıq yazıram, sonra tarazlıq qatlıq yazıram. Demək, 0,6 mol CO ilə 0,4 mol oksigen qarışdırılır. Bu deməkdir ki, onda hansı qatlıq olacaq? Başlanğıc qatlıq, reaksiya sərf olunan qatlıq, yoxsa tarazlıq qatlığı? Əlbəttə ki, başlanğıc qatlıq olacaqdır. Çünki ilk 0,6 molla 0,4 mol oksigen qarışdırılıb bir-birinə. 0,6 mol CO və 0,4 mol oksigen. Tarazlıq anında başlanğıc maddələrin molekullar sayının cəmi məhsul molekullar sayının cəminə bərabərdir. Mən buradan götürüb özümdən işarə edə bilmərəm də bunun tarazlıq